Mən Məmmədzadə Aytaç. Bugün sizinlə şagird yönümlü təlimdə iş formaları haqqında danışacağıq. Əziz müəllimələr və müəllim olmaq istəyən müdavimlər, sinifdə təlim fəaliyyəti 4 şəkildə qurula bilər. Fərdi, cütlərlə, qrupla, bütün siniflə. Və biz təlim fəaliyyət formasında hər bir şagirdin öyrənmə ehtiyacları, maraqlarını nəzərə alaraq dərsin qurulmasını təşkil edirik. Fərdi iş forması. Fərdi iş forması deyəndə şagirdin tək başına gördüyü fəaliyyət nəzərdə tutulur. Yəni bu iş formasında tapşırığın icrasında bir nəfərin rolu var və burada şagird öz üzərində işləyərək introvert şəxsiyyət tipi, Howard Gardnerin çoxnövlü zəka nəzəriyyəsinə əsasən fərd daxili intellekt tipinə sahib olan şagirdlər üçün daha əlverişlidir. Şagirdlər öz templəri ilə işləyirlər, bildiklərindən daha çox əmin olurlar. Fərdi işləyən zaman özləri üçün üsul, strategiyaları müəyyənləşdirib istifadə edə bilirlər. Yəni şagirdin özünün öz üzərində işləməsi, güclü zəif tərəflərini müəyyən eləməsi bizə nəyi xatırladır? Demək şagirddə metakognitiv bacarığın da formalaşması rol alır bu iş formasında. Biz zəif güclü tərəfi müəyyən eləmək, inkişaf səviyyəsini izləyə bilmək, nələrə diqqət yetirməli olduğunu öyrənir. Demək şagirddə hansı qiymətləndirmədən söhbət gedir? Özünü qiymətləndirmədən. Çünki biz özümüzü qiymətləndirərkən özümüzün öz fəaliyyətlərimizi müəyyən eləyə bilirik. Fərdi iş formasının çatışmazlığı nələr ola bilər? Baxın, əgər sinifdə şagird sayı çoxdursa, fərdi iş formasını həyata keçirən zaman problem yaşana bilər. İnklüziv təhsil mühitindən öyrənmişik ki, hər bir şagirdin fəaliyyəti ilə maraqlanmaq, fərdi olaraq əks əlaqə qurmaq, yəni əks əlaqə nədir? Konstruktiv rəy, düzgün rəy vermək, onlarla münasibət bildirmək vaxt baxımından çətin ola bilər. Həmçinin də şagirdlərin əməkdaşlıq, ünsiyyət, problem həll etmə bacarıqları kölgədə qalmış olar. Həmçinin də biz bu bacarıqlara nə deyirik? Yumşaq bacarıqlar. Demək, fərdi iş forması nədir? Şagirdlərin özlərinin öz üzərində işləməsi, öz templərini bilməsi, özlərinin inkişaf səviyyəsini izləyə bilməsidir. Əgər sinifdə, tutaq ki, 45 dəqiqə ərzində 40 dənə şagird varsa, biz o 40 şagirdin hər birindən fərdi formada maraqlana bilərik? Xeyr, bu nədir? Artıq fərdi işin çatışmazlığıdır. Cütlərlə iş forması. Cütlərlə iş forması deyəndə iki şagirdin bir yerdə öyrənməsi, tapşırığı yerinə yetirmək üçün bir-birləri ilə əməkdaşlıq, yəni qarşılıqlı təsiri əlaqələri nəzərdə tutulur. Şagirdlər bir-birlərindən öyrənmə imkanları olur. Mövzu ilə bağlı fikirlərini bölüşüb, qarşılıqlı fikir mübadiləsi apararaq problemin həlli üçün birgə çalışa bilirlər və birgə çalışdıqları ərəfədə bir-birlərini aktiv dinləmək bacarıqları ortaya çıxır. Bununla da empatiya formalaşmış olur. Empatiya nədir? Yəni başqa hisslərin, digər insanların başqa hisslərin keçirməsi, özünü onların yerinə qoyması da empatiyadır. Bəs cütlərlə iş formasında hansı çatışmazlıq ola bilər? Əgər şagirdlərin bir-birinə mənfi münasibəti olarsa, cütlər şəklində işləməyə mane olacaq. Çünki şagirdlərin rey vermə bacarıqları yüksək olmadığı halda cütlərlə iş forması uğursuz hesab olunur. Bu da o deməkdir ki, yəni şagirdin fəaliyyətini cütlər şəkildə təşkil edərkən biz onların işləmə bacarıqlarını nəzərə almalıyıq. Şagirdlərdə bir-birlərində demək nələr formalaşır cütlərlə iş formasında? Birgə işləmək, daha güclü şagirddən öyrənmək, bir-birlərini aktiv dinləmək, empatiya bacarıqlarını da formalaşdırmış olur. Qruplarla iş forması. Qruplarla iş forması şagirdlərin kiçik komandalarla fəaliyyət göstərərək tapşırıqları həll eləməsidir. Burada şagirdlər fərqli fəaliyyətləri həyata keçirir, şagird yaradıcılığı yüksək olur, hamı burada birgə çalışır, yaxın inkişaf zonası güclənir, ən əsası da tədris prosesinə hər kəs cəlb olunur.
Qruplarla iş formasında şagirdlərdə əməkdaşlıq eləmək, ünsiyyət qurmaq, təcrübələri bölüşmək kimi bacarıqlar da formalaşır və biz bunlara yenə də hansı bacarıq deyirik? Yumşaq bacarıqlar. Qruplarla iş formasında deyirik ki, tədris prosesinə hər kəs cəlb olunur. Bəs o tədris prosesinə hər kəs cəlb olunanda hamı mı bir yerdə işləyir? Xeyr, bəzi şagirdlər çox, bəziləri az işləyə bilir və bu da nəyə gətirib çıxarır? Şagirdlərin arasında narazılığa səbəb olur. Şagirdlərdə fikir ayrılığına düşməsinə gətirib çıxaracaq həmçinin də. Bunun üçün biz sinifdə qrup işi təşkil eləyəndə qaydalar təşkil eləməliyik. Çünki həmin qaydalar vasitəsilə sinifi düzgün idarə eləyirik. Düzgün qiymətləndirmə meyarı olmadığı halda isə qruplar arasında yüksək qiymət almaq üçün lazımsız rəqabət və narazılıqlar yaranır. Və biz də bilirik ki, rəqabətə köklənən mühitdə düzgün sağlam psixoloji mühit qurmaq olmur. Və biz şagirdlərdə qrup işi zamanı ortaya çıxan səs-küy, iki cür səs-küy olurdu. Xaotik və qeyri-xaotik. Xaotik yəni işgüzardır, dərs əsnasında olandır. Qeyri-xaotik isə yəni dərsdən kənar öz aralarındakı şəxsi söhbət zamanı yaranan səs-küydür. Qrup işləri zamanı müəllimin monitorinqi mütləqdir. Çünki biz qrup işini daha rahat idarə eləmək üçün qaydalar tərtib eləməliyik dedik və həmin qaydaları biz şagirdlə birlikdə hazırlayanda, şagirdlər də özlərinin iştirakı ilə hazırlanan qaydaları pozmamağa daha çox çalışırlar. Məsələn, hansı qaydaları tətbiq eləyə bilərik? Danışıq növbəsini gözləyin, bir-birinizi sonacan dinləyin, bir-birinizə yardım edin. Yəni burada bəziləri çox, bəziləri az işlədiyi üçün demək nəyə ehtiyac var? Düzgün qiymətləndirmə meyarlarına və müəllimin monitorinqinə ehtiyac olur. Və gəlir bütün siniflə iş forması. Bütün siniflə iş forması eyni fəaliyyəti, yəni bütün sinifi əhatə edir. Yəni şagirdlərin hər biri bu fəaliyyətin artıq bir hissəsi olur. Şagirdləri bir sinif fəaliyyətində birləşdirmiş olur. Daha çox ideya, fikir, təcrübə bölüşə bilirlər. Bütün şagirdlərin prosesə cəlb olunmasını təmin edə bilirlər. Müəllim şagirdlərə qoşulmaq imkanı olur. Sual-cavab sessiyasında sinifin ümumi anlamasına da şərait yaradılır. Çatışmazlığı hər iş formasında olduğu kimi bəzən yalnız fəal şagirdlər iştirak edir. Utancaq və passiv şagirdlər diqqətdən kənarda qala bilir. Bununla da yanaşı, əgər sinifin idarə edilməsi zəif olarsa, artıq burada xaotik səs-küy yarana bilər. Bu da mövzunu daha dərindən öyrənilməsinə çətinlik yaratmış olacaq. Qiymətləndirmə isə burada da müxtəlif şəkildə aparıla bilər bütün sinifli iş formasında. Yəni müəllimin hazırladığı meyarlar əvvəlcədən şagirdlə bölüşdürülməli. Həm müəllim şagirdləri, həm də şagird öz işlərini qiymətləndirə bilərlər. Və belə bir sizə əsas eləyim ki, biz əsasən kurikulum deyəndə hamının ağlına qrup işi gəlir. Bu düzgün deyil. Baxın əziz müəllimlər və müəllim olmaq istəyən müdavimlər, il ərzində bütün iş formalarından istifadə olunmalıdır. Demək, nə olur? İl ərzindəki bütün iş formalarından fərdi, cütnər, qrupla, bütün siniflə iş formalarından istifadə etməliyik. Qısa bir ümumiləşdirmə eləsək, demək, fərdi iş formasının açar sözləri öz templərindən işlədilər, öz inkişaf səviyyələrini izləyə bildilər, özlərinin gücü zəif tərəflərini bilirlər, çatışmazlığı, ünsiyyət, əməkdaşlıq bacarıqları kölgədə qalmış olur, vaxt baxımından məhdudiyyət ola bilir. Cütlərlə iş formasında qarşılıqlı fikir mübadiləsi, birgə öyrənmə, empatiya, daha güclü şagirddən öyrənmə imkanları olur. Bir-birlərinə mənfi münasibət olarsa, rəy vermə bacarıqları aşağı olur. Qruplarla iş formasında kiçik komandalarla fəaliyyət, fərqli fəaliyyətlər həyata keçirə bilirlər, yaxın inkişaf zonasıdır, müəllimin monitorinqidir. Bunların hamısı da hansında əks olunur? Qruplarla iş formasında. Əgər siz də dərslərimizdən yararlanmaq istəyirsinizsə, yüksək nəticə əldə etmək istəyirsinizsə, dərslərimizə qoşulub hal-hazırda olan kampaniyamızdan qeydiyyatdan keçə bilərsiniz.